aparsan, bax, burada sənin üçün ev var. Canlı yayında söz verdiyimiz kimi Məhəmmədi qəsəbəsi sosial binalara evimizi gətirdik. Ərazidə itlər çoxdur. Həndirə bəlkə də ki, itlər narahat eləməsinlər. Teşekkürler. Sizin göndərdiyiniz iyanələrlə bu evimizi hazırlayıb 8 Martda bu məstanımıza hədiyyə elədik. Biz də vasitəçi onlara dəstək olaq, kömək edirik. Yaxşıdır qalan. Aferin sizə. Biz öhdəliyimizə düşəni elədik. Qalanı sizin öhdəliyinizdədir. Pişiklərin təhlükəsizliyini qoruyun. Yuvanın sındırılmasına və yaxud da dağıdılmasına icazə verməyin. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımlarımızı da təbrik edirik. Sizlərə həyatınızda uğurlar və həqiqətlər arzu edirik.